Namaz xeyirli olsun, noyabrın 4'ü ve bugün biz neden danışarıq? Tabii ki ilk önce Signal kanalından səhər saatlarında ilk Qızılda açtığımız sel signalı uğurla nəticələndi. Tabii ki səhər saatlarında dünən Signal kanalında biz 5 signal paylaşdıq və 4'ü Qızıldan, bir de Bitcoin'dan da mükemmel bir nəticə ilə bütün iştirakçılar, Signal kanalının bütün üzvləri, traderləri gəlirlə bazardan çıxdılar və sizə dəvət edirik. Gəlin keçək bugün Qızılda yenidən nələr baş verdi. Gündəlik isə 100 dollarda. Dünən nələr baş verdi? Yəni dünən ümumiyyətlə çox güclü bir istiqamət, bir yöndə istiqamət almadı. Sadəcə olaraq yəni range olaraq hərəkət elədi. Bugün hansı nöqtələrdən artıq Signal kanalında gələn gəlirlərdən yəni təşəkkür bildirdilər, bir yazdılar Signal kanalına. Bugün alış əməliyyatları 4002'lərdən gələcəkdi. Yəni yuxarı doğru istiqamətində 4012, 4022 və 4028'ə qədər. Satışlar isə əsas satışlar 3974'lərdən də, amma erkən satışlar qısa müddətli üçün mən 3987'dən satış əməliyyatlarını verdi. Yəni qiymət aşağı doğru istiqamət davam edir. Take profit'i uğurla bağladı. Keçək biz Bitcoin'e. Bitcoin etdi. Bitcoin dünən 108'dən alış siqnalları 108-300'lərə qədər qalxdı. Yəni 2-3 dəfə bu nöqtəyə qədər qalxdı. Yəni bunu sığortalamaq lazımdır. Sığortalayandan sonra təbii ki çox rahat olur. Nə üçün? Çünki ən azından gəlirlə bağlı. Ən yaxşı halda gəlirlə bağlı. Demək bugün bay əməliyyatları 107 350'lərdən, satışlar isə 105-9'lərdən gələcək. Keçək biz digər cütlülər, təbii ki neftdən söhbət açarıq. Yəni neft nə etdi? Dünən biz alış əməliyyatlarını demişdi 65-60'lardan, təbii ki 65-80'lərə qədər yüksəldi. Birinci take profitimiz uğurla nəticələndi. Ondan sonra satış əməliyyatları üçün 65-30'lardandı. Təbii ki bu 30'lardan oldu, 64-80'lərə qədər endi. Bugün 65-40'lardan alışlar, təbii ki bu bizim fikrimizdir. Qərar sizin özünüzdə. Və satışlar isə 64-90'lardandır. Keçək euro dollar rəqabətinə. Euro dollar rəqabəti bildiyiniz kimi təzyiq altındadır. Dünən dediyimiz nöqtəni 1.15500 yəni müqavimət xətti kimi keçə bilmədi yuxarı və aşağı doğru istiqaməti davam etdirdi təzyiq altında. Müqavimət xətti bugün 1.15300'lərdə. Bundan yuxarı formalaşsa təbii ki alışlar üçün şərait yaradacaq. Amma satışlar 1.1500'lardan gələcək. Keçək biz funtun dollar rəqabətinə. Eyni zamanda funtun dollar rəqabəti müqavimət xətti kimi 1.31600'lər. Yəni bundan yuxarı formalaşa bilmədi və yenidən aşağı doğru istiqamət aldı. Və dünən təbii ki biz canlı yayımda da alış əməliyyatları vermişdik. Uğurla nəticələndi günün sonunda. Və bay əməliyyatları bugün 1.31-500'lərdən, sellər isə 31-100'lərdəndir. Keçək biz Nasdaq, S&P, Dow Jones, DAX-a, yəni bunlar nə etdi? Nasdaq deməli alış əməliyyatlarından mükəmməl bir gəlirlə yaddaşlara qaldı. Satışlar isə bugün dünən verdiyimiz nöqtə ki vardı sələməti bugün işə düşdü və gəlirlə nəticələndi. S&P də eyni zamanda həm bayında, həm də selində mükəmməl gəlirlə nəticələndi. Dow Jones'da isə təbii ki satış əməliyyatları üstünlüyü verdi və gəlirlə nəticələndi. Bugün Nasdaq, S&P, Dow Jones, DAX, yəni bunların hər dördü aşağı doğru korreksiyaları müşahidə edir. Amma alışlar günün ikinci yarısından sonra 7 saatdan saat 5'dən 6'dan sonra olacaq. Belə əzizlərim, İnşallah görüşmək ümidi ilə sağ olun.